Ağsu Suvarma Sistemləri İdarəsinin sabiq rəisi, hazırda isə Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində çalışan Səfər Məmmədovun oğlu Şücaət Məmmədov 4 oktyabr 2025-ci il tarixində axşam saatlarında sərxoş vəziyyətdə Niva markalı avtomobili yüksək sürətlə idarə edərək qəza törədib. Sosial şəbəkələrdə yayılan görüntülər və məlumatlarda bildirilir ki, avtomobil işıq dirəyinə çırpılıb. Xəsarət alanlar barədə məlumat yoxdur. Faktla bağlı araşdırmaların aparıldığı qeyd olunur. Məmur oğlunun qəza törətməsi onun atasını gündəmə gətirib. Məlumatda qeyd olunur ki, Səfər Məmmədovun Ağsu rayonunun Qaraqoyunlu kəndinin girişində beton zavodu, Ağsunun mərkəzində oteli, marketi, Ağsu Perivalı adlanan ərazidə restoranı, badam bağları, Qaraqoyunlu kəndində böyük torpaq sahələri var. Məlumatda o da iddia olunur ki, Səfər Məmmədovun digər oğlu Rauf hal-hazırda Ağsu Mənzil Kommunal İdarəsinin rəisi vəzifəsində çalışır. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.